Herkese salam. Bugün Özbek mətbəxinə məxsus mantı bişirirəm. Səhifəmi izləməyi və videomu bəyənməyi unutmayın. Əvvəlcə içliyi hazırlayıram. Soğanı videoda göründüyü kimi doğrayıram. Üzərinə duz və zirə əlavə edib əlimlə əzirəm. Sonra kərə yağı, quyruq yağı və kartofu süzgəcdən keçirirəm. Hamısını farşa əlavə edib tuzunu, istiotunu və zirəsini əlavə edib qarışdırırıq və qoyuruq kənara. Bu arada xəmiri hazırlayırıq. Xəmir üçün un, yumurta, 1 çay qaşığı duz, getdiyi qədər su əlavə edib yoğururam. Xəmiri balaca kündələrə ayıraraq açıram. Videoda gördüyünüz kimi kəsib bükürəm. Əvvəlcə buxar qazanında suyu qaynadıram. Qazanın listlərini yağlayıb mantıları düzürəm. 45 dəqiqə bişirirəm. Süfrəyə verərkən xama və turşu ilə servis edirəm. Turşu olaraq nar şərabından istifadə edirəm. Əminəm ki, hər kəs bəyənəcək. Çox dadlıdır. Göz haqqınızı halal edin. İzlədiyiniz üçün təşəkkür edirəm.